Fiziki sağlamlığını itirmiş soydaşlarımızın və şəhid ailələrinin mənzil məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Əlil və şəhid ailələri üçün mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması, növbədə olan əlil və şəhid ailələrinin yeni, müasir mənzillərlə təminatının tam başa çatdırılması ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səyini əsirgəmir. Belə ki, ötən illərdə Hövsan, Pirallahı, Zabarat və Lükbatan qəsəbələrində, Xırdalan şəhərində, Bakının yeni yasamal yaşayış masivində 9 mərtəbəli binalar istifadəyə verilib. Hazırda paytaxtın Suraxanı və Sabunçu rayonlarında, həmçinin Gəncə şəhərində hər biri 9 mərtəbəli və 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası aparılır. Ağcabədi və Yevlaxda isə əlil və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli binaların tikintisi başa çatdırılıb. Bu vaxtadək mənzillə təmin olunan əlil və şəhid ailələrinin ümumi sayı 4000 ötüb. Əlillərin dövlət hesabına minik avtomobilləri ilə təminatı da davam etdirilir. Belə ki, indiyədək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 3000-ə qədər minik avtomobili verilib. Prezident İlham Əliyev Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov məlumat verdi ki, indiyə qədər Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi ev və 1-2 mərtəbəli 16 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Yeni 4 mərtəbəli bina 36 mənzillidir. Prezident İlham Əliyev otaqları gəzdi, burada yaradılan şəraitlə yaxından tanış oldu. Dövlət başçısına bildirildi ki, bütün otaqlar zəruri avadanlıqlar və mebellərlə təchiz olunub. Dövlət başçısı Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Böyük Vətən müharibəsi əlilləri ilə görüşdü. Salamlayıram, sizi təbrik edirəm. Qəbələdə çox gözəl yaşayış binası tikilmişdir. Bugün siz bu binaya köçəcəksiniz. Çox rahat, gözəl mənzillərdir. Hər şey çox böyük keyfiyyətlə tikilibdir. Bütün şərait var. Yəni, yüksək səviyyədə yaşamaq üçün bütün şərait yaradılıbdır. Və deyə bilərəm ki, bu siyasət Azərbaycanda uzun illərdir ki, aparılır. Qarabağ əlilləri üçün, şəhid ailələri üçün binalar tikilir. Həm Bakıda, həm müxtəlif bölgələrdə bu proses çox geniş vüsət almışdır. Və ümid edirəm ki, növbəti bir neçə il ərzində bütün problemlər öz həllini tapacaq. Bugünə qədər 5000-ə yaxın Qarabağ əlili və şəhid ailəsi gözəl mənzillərlə təmin edilmişlər. Növbədə isə 3000-dən bir qədər çox ailə var. Onların problemləri də həll olunacaq. İndi biz templəri də artırmışıq. Dövlət vəsaitinin həcmi də artıbdır. Və təsadüfi deyil ki, il ərzində ölkəmizin müxtəlif şəhərlərində belə gözəl binalar tikilir. Və bu binalar həm rahatdır, genişdir, mənzillər də çox rahatdır. Bütün infrastruktura burada qoşulubdur. Su xətləri, qaz xətləri, elektrik enerjisi. Eyni zamanda xarici görünüşü də gözəldir binaların. Həm şəhər arxitekturasına uyğundur, həm müasir üslubda tikilib. Bütövlükdə Azərbaycanda bütün sahələrdə olduğu kimi sosial sahədə də böyük işlər görülür. Bu işləri biz ardıcıl şəkildə aparırıq. Bildiyiniz kimi ilk növbədə müharibədən ən çox əziyyət çəkmiş insanların problemlərini biz həll etməyə başlamışdıq. 2007-ci ilin sonuna qədər demək olar ki, bütün çadır şəhərçiləri ləğv edilmişdir və vaxtı ilə çadırlarda yaşamış insanları biz yaxşı fərdi evlərlə, mənzillərlə təmin edə bilmişik. İndiki mərhələdə yataqxanalarda, hərbi hissələrdə, məktəblərdə məskunlaşmış qaçqın bacı qardaşlarımızın problemlərini də biz həll edirik. Bu proses davam edir və əminəm ki, maksimum dərəcədə bu məsələni də biz həll edəcəyik. Qarabağ əlillərinin problemlərinin həlli üçün də qeyd etdiyim kimi ardıcıl işlər aparılır və növbəti bir neçə il ərzində, yenə də deyirəm, növbədə dayanan hər bir ailə
gözəl mənzillərlə təmin ediləcək. Eyni zamanda maşınlar da, minik maşınlar da verilir. Əvvəlki dövrdə xaricdən bu maşınları biz gətizdirirdik. İndi bizim öz istehsalımız başlamışdır. Özdə xaricdə istehsal olunan maşınlardan bizim maşınlar geri qalmır. Naxçıvan Avtomobil Zavodunun məhsulları indi böyük şöhrətə malikdir. Müxtəlif növ maşınlar istehsal olunur. Və əlbəttə ki, biz istəyirik ki, yerli istehsaldan daha çox istifadə edək. Nəzərə alsaq ki, bu maşınların keyfiyyəti də o biri maşınlardan üstündür. Sosial siyasətə gəldikdə, bütün sosial məsələlər öz həllini tapmalıdır. Əmək haqları, pensiyalar artırılır. Bu il də artırılmışdır. 9.000-ə yaxın pensiyaçının pensiyası orta hesabla 40% artmışdır. Yenə də artacaq. Minimum əmək haqqı da artacaq. Bütün sosial ödəmələr də artacaq. Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. İqtisadi sahədə əldə edilmiş nailiyyətləri biz insan kapitalına çeviririk. Siz erməni işğalından əziyyət çəkmiş insanlarsınız. Öz yaxınlarınızı itirmişsiniz. Öz sağlamlığınızı itirmişsiniz. Ona görə Azərbaycan dövləti sizə daim diqqət göstərməlidir, yardım etməlidir. Bax, bu tikilmiş bina Azərbaycan dövlətinin sizə verdiyi bir hədiyyədir, bir addımdır ki, bu addımların sayı çoxdur. Onlardan biri də bu binada özünü göstərir. Vətən uğrunda, torpaq uğrunda vuruşmuş, canından keçmiş evladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bütün məcburi köçkünlər öz doğma torpağına qayıdacaqlar. Haqq, ədalət zəfər çalacaq. Çünki haqq, ədalət bizim tərəfimizdədir. Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpağı kimi qalır və qalacaq. Bütün dünya birliyi Dağlı Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir. Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək eyni zamanda bizim Dağlı Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim Qarabağdan artıq ondan vacib həllini gözləyən məsələ yoxdur. Bu tarixi ədalət bərpa olunmalıdır və olunacaq. İstənilən yolla, danışıqlar yolu ilə həll olunmasa, biz məcbur olub hərbi yola əl atacağıq. Bu bizim suveren hüququmuzdur. Heç kim bu hüququ bizim əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və istənilən anda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və günü-gündən güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz hələ öz yerində, öz işi ilə, əməyi ilə o günü yaxınlaşdırmalıdır. Və bugün Azərbaycanın imkanları böyük dərəcədə genişlənmişdir. Bizim təsir imkanlarımız artmışdır. Ölkə daxilində gedən proseslər müsbət istiqamətdə gedir. Xaricdə bizə dəstək hədsiz dərəcədədir. Yəni, ölkələrin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və BMT-dəki son səsvermədə bu özünü əyani şəkildə göstərmişdir. Tarix, hüquq, coğrafi və geosiyasi əhmiyyət baxımından haqq, ədalət bizim tərəfimizdə.
siyasi və iqtisadi güc və hərbi güclə Azərbaycanın üstünlüyünü təşkil edir. Belə olan halda işğal edilmiş torpaqlar uzun illər bundan sonra işğal altında qala bilməz. Ermənistanın buna nə haqqı çatır, nə gücü, nə də demoqrafik vəziyyət bunlara gələcəkdə imkan verəcək ki, onlar bu torpaqları əldə saxlasın. Biz bütün istiqamətlər üzrə öz hücum diplomatiyamızı aparacağıq. Düşmənə qarşı bütün formalarda mübarizə aparacağıq. Onların işğalçı simasını ifşa edəcəyik və ədaləti bərpa edəcəyik. Mən buna inanıram, mən buna şübhə etmirəm. Gün gələcək, bizim bayrağımız 21 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalgalanacaq. Mən buna inanıram. Əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik və öz siyasətimizi daha da məqsədyönlü şəkildə qabağa aparmalıyıq. İndi isə icazə verin, bir neçə nəfərə mən sənədləri təqdim edeyim. Elşən Kərimov, Qarabağ müharibəsi ayı. İsmət Süleymanov, şəhid adası. Şükür Məmmədov, Qarabağ müharibəsi ayı. Nurəddin Tağzadə, avtomobillə təqdim olunur. Böyük Vətən müharibəsi. Sağ olun, çox sağ olun. Marif Nuriyev, Qarabağ müharibəsi ayı. Həm avtomobil, həm də mənzillə təqdim olunur. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizi Qəbələdə salamlamaktan qürur hissi duyur, böyük məhəbbətlə, ehtiramla xoş gəlmişsiniz deyil. Sizin müharibə əlləri, veteranları və şəhid ailələrine göstərdiyiniz diqqət qayğı eşmə sir deyil. Biz bunu gündəlik həyatımızda hiss edirik. Böyük qürur hissi ilə deyə bilərəm ki, çox az insanlara məxsus olan xoşbəxtliyə nail olmuşam. Belə ki, 1998-ci ildə Qarabağ müharibəsinin əllərinə, veteranlarına və şəhid ailələrinə Atalıq qayğısının bünövrəsini qoymuş ümumilli liderimiz Heydər Əliyev cənablarının şəxsən öz əlindən göstərdiyim xüsusi igidlik və şücaətlərə görə Azərbaycan bayrağı ordenlə təltif olunmuşdur. Bugün sizlər bizim xoşbəxtçiliyimizin davamı kimi bizə mənzil və maşın əsərlərini təqdim edirsiniz. Cənab Prezident, bu qayğı və diqqətinizə görə sizə dərin təşəkkürümüzü bildiririk və əminliklə deyə bilərəm ki, bu mənzillərdə yaşayan insanlar ömürlük sizə minnətdar olacaqlar. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizə Azərbaycanımızın inkişafı, xalqımızın daha firavan gələcəyi naminə uzun ömür, möhkəm can sağlığı, yeni uğurlar arzulayırıq. Sağ olun, var olun. Prezident İlham Əliyev əlillərə təqdim olunan Lifan markalı avtomobillərlə yaxından tanış oldu. Dövlət başçısına məlumat verildi ki, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd AK markalı minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Ötən il bu sayədə irəliləyişə nail olunub. Keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 ədəd Slavuta markalı avtomobil Respublikaya gətirilib. 2011-ci ildə isə 304 ədəd Lifan markalı avtomobilin bu qəbildən olan insanlara verilməsi nəzərdə tutulub.